Salam. Binəqədi qəsəbəsində 3 otaqdır düzdür, amma 2 otaqda yanında əlavə tikilir. Bu bir maşınlıq həyətidir. Amma yanında bu hasar sökülsə, yəni ki 2 maşınlıq olur. Gəlin birinci həyətdə yarı tikini göstərib, belə 2 otaq tikiblər. Bu da şeydir, maşın girən həyəti. Yəni bu divar sökülsə 2 maşınlıq həyət var. Bunu yekə zalda eləmək olar. Ya da ki, belə 2 otaq kimi nəzərdə tutublar. Belə gəlirik bura kürsülü. Burada hamam tualeti var. Belə hamam tualetidir. Daxil olan burada. Girişdə belə zalı var. Zal. Burada yataq otağıdır. Bura zalıdır. Bura mətbəxidir. Belə. Burada da uşaq otağı var. İki maşınlıq həyətlə, yəni təmir olunsa 5 otaqdır, belə 3 otaqlı ev.